Antonio Banderas. Cipapom yetim gagagandes gaga. Deməli dostlar, bu günlər binanın mərkəzinə yaxın olan bir ərazidə, məhəlləsi asfalt, marketi də düz yaxınlığında olan, baha şirin sular qapısında yerləşən, asfaltın üstündə yaşıllıqların arasında gözəl bir həyət evimizin gəlmişik çəkilişinə. Dostlar, indi ne edirik? Daxil oluruq evimizin həyətinə, evimizin içinə. Ətraflı bir dənə baxaq. 3 sot yarımın içində 150 kvadratlıq evdə. Bax, dövlətin şirin su sayğacı qapısında, deməli, işıq sayğacı qapısında, plus gördüyünüz kimi qaz sayğacı da üzərində. Evimiz də oturulmuş, baobab bir evdir. Yəni bir mən istədim 15 ilin, 20 ilin tikilisidir dostlar ki, daş kimi, qaya kimi evdir. Gəlin məhəlləyə. Bura bizim evimizin, məhəlləmizin həyəti. Gəlin. Gəlin keçək, ətraflı sizlərə bir dənə nümayiş elətdirim ki, bu evi. Gəl bu evdə toy elə. Maşınları buradan var ha. Qapının qabağına kimi 50 dənəsini düz geçsin. Deyirlər ki, toy olacaq, bilmirəm nə vaxt olacaq. İnşallah tezliklə olacaq. Deməli, baxın, bunlar hamısı, bax, kişi əziyyət çəkib ha burada. Bombes deyilən alçaları, nə bilim axı, nə idi onun adı dedi, göyəmləri. Göyəmdir, alçadır, nardır, heyvadır, hamısı mövcuddur. Meyvələrdən 3 meyvə var, 3'ü də balam yeməli. Biri alma, biri heyva, biri nar. Buyurun. Deməli dostlar, bir də həyatımızın həqiqətən qoz ağacı yoxdur. Qalan nə desəz, hamısı mövcuddur. Gəlin, hələ həyat bundan bitmir. Deməli, koridordur. Koridor, malidor deyil. Gəlin bura hələ. Evimizin bir də öz görünüşünə baxın. Sot yarımı evin özü tutur. O şeyi həyətlə, ev qarışıq, hamısı bir yerdə. Deməli, 3 sot yarımda bu nə qədər eləyir? 5 sotda düzdür. Bəli. Ümumi 5 sotun içində gedir. Ümumi ev qarışıq, hamısı 5 sotun içində gedir. Sot yarımını evin özü tutur, 3 sot yarımda ev qalan həyətidir. Bir dənə, oradan bir dənə mavesti tut da yuxarında, nə olur? Bir dənə mavesti tut, ağacın budaqlarına bax ki, üzümün. Burada var ha, nərdivana qoy, bugün sabah. O ki, yarpaqlar belə-belə olacaq ha. Olur dolmalıq. Əti alırsan, kəsirsən ətdə qurbanı, onun ətini faş eləyirsən, vurursan ya üzümün yarpağına, ləzzət eləyir. Gəlin bura. Suyumuz var, bir dənə sizə bir dənə şey göstərim. Bir dənə suya baxın hələ. Bunu tikənlər üçündür. Bunu atırsan, yayda durursan bunun altında, belə. Oturursan burada, bombes, yetim, simircən, ləzzət eləyir adamı. Gəlin bura. Həyətin üzümləri. Bax, super, səliqəli. Xanımlar, asılqanı. Yaralı yerdir bu, yaralı. Həmişə xanımlar deyir ki, ayda, asılqan olsun. Növbə-növ gülləri. Baxın, güldür, gül, çiçəkdir, çiçək. Ağacların çiçəkləri, baxın. Hamısı alça ağacıdır, ləzzət verir. Bugün sabah hamısı gəlir. Həyatın bir dənə genişliyinə baxın, evin bir dənə böyüklüyünə baxın. Hələ bu bitmir, bu bitmir. Bu nə ağacı? Dəfnə ağacı. Dəfinə ağacı. Bu evi alanlar elə bir şey bir dənə dəfinə utdular da, yəni dəfinə ağacı, dəfnə ağacı. Bu bizim nardaran əncil ağacı. Görürsünüz, nardaranı o qəşəng əncili, dünya səviyyəli əncilidir da. Bu dünyada nə qədər əncil yemişəmsə, nardaran əncilinə çatanı yoxdur da, adla. Gəlin bura. Niyə düşür? Ona deyirlər qızılı əncil. Sarı olur, balladır da bal. Gəlin bura. Evimizin sol sanitar qovşağı. Həyət üçün, levi. Gələn oldu qonaq-monaq, çağırsan bura. Sür. Deməli, odunları var, mangal üçün, samovar üçün. Gəl, burada toyuq düzə saxla. Həyətin ağacı bitmir. Özü-özünə şalapaylanıb artır.
Evdəki gönlünə boluna ev. Keçəcəm indi hara? Evimizin içinə. Buyurun gəlin inşallah. Burada fazval yeri zadı da əməlli başlı. Bir dənə təmiz saxlayırlar. Mən aşiq oldum da bax. Bura bax hələ. Bir dənə toz yox da, bir dənə toz yoxdur. Dostum, gəl bura. Burada bizim relevi su bakımızdır. Bir dənə bax. Bir dənə göstər. Ciba bombes. Yetəm. Gəlin bura. Sərvətdir o. Yunus, hər yerindən açılğanlar var xanımlar. Gəlin bura. Evimizin kombisi. Addelinidir. Bütün nüsqası addelinidir. Yəni hamısını ətraflı göstərirəm ki, gəl gör da, yəni hər şey göründüyü kimi. Keçəcəm indi evin otağına. Gəlin bura. Gəlin bura. Dostlar, evimizin bura təkcə giriş hol hissəsidir. Yəni bura holdur. Bura demək otaqdır. Ha, holu görünə boyda. 150 kvadratlıq evdir, zərafat deyil ha. 150 kvadratlıq. Evimizin mətbəxi bir dənə ləzzət. Mətbəxə girməmişdən qabaq bir dənə sançer qoşağını göstərək izləyicilərimizə. Bir dənə baxsınlar. Geninə boluna hamam ayaq yolu, hamamız adıdır Geninə boluna. Yunus qapının ağzında əl-üz yumaq üçün belə güzgüzlü krandır. Levi. Ayaq yolunda da oldu əl-üz yumaq üçün səhər problem yaşamırsan. Levi vardır. Yunus gəlin bir dənə bura. Çırağınız adlı dama çıxış yerinə qədər dostlar mövcuddur. Burada evimizin mətbəxi. Dedim ha, bax əvvəlcədən dedim ki, evin içində kosmetik işlərə ehtiyacı var. Aboy olsun, falan olsun. Ev oturulmuş evdir. Evdə bir dənə təkdaş görən yer olsa, evi mülkdə qaytar. Yəni bax, evi mülkdəcək qaytar. Evin üstündə pul verib verərəm sizə. Evin bir dənə təkdaş olan yeri olsa. Evin dörd bir tərəfi qoşa daşdır. Hələ bitmir ha. Evin orta pereqrodkaları belə qoşadır. Gəlin bura dostlar, gəlin bura. Bura evimizin zalı. Zal deyil, müzey otağıdır. Bir dənə o baş, bu baş tutaq. O başdan bu başı tut görmən görünürək. Evin içində qeyb olmuram. Hayırdasan, hey? Buradan oraya bildiğin 4 tane otağın mesafesi var dostlar. 4 tane otağın düz zalın bu başından o başına 4 tane otağın mesafesi var. Hələ makler evlərindən söhbət eləmirəm, çıqqılılarından. Mən normal evlərdən söz edirəm. 4 tane otağın mesafesi boyda gelinə boluna zaldır. Yəni burada deyirlər ki, toy olacaq. Görək səndən vaxt olacaq. İnşallah tezliklə olacaq. İnşallah. Dostlar, burada bir sənlə şən-şərəhli qonaqlar yola salmaq olar. Ürəyincə istəyən, bax qadınlar bir tərəfdən, kişilər bir tərəfdən stolu qursunlar. Yesinlər, içsinlər, desinlər, gülsünlər də. Bax, belə bir evimizin zalı var. Evimizin girən yataq otaqlarına. Bax, təzdəndən deyirəm, ha, bu nəmdən atan aboy şeyləri deyil. Gəlin bura inşallah. Bax, gəlin bura. Məndə nə var? O var. Yəni, nə var göstərirəm. Ay, bu atıbdır, neyinibdir. Əgər nəmdən atmış aboy olsaydı, köhnəli batıb. Buralar olardı ki, sən nə gündə? Yəni, o deyil, dostlar. Evin 4 bir tərəfi qoşadaşdır. Səliqəli evdir, üstlərdə hamısı apşıqqadır. Bir dəfənlik. Da getdi ha. Buna deyirlər ciba bombes. Gəl bir dənə aboylarını dəyişdir. Gir yaşa. Burada evimizi, bax hamısı qoşadaşdır. Pereqrodkaların hamısı qoşadır. Burada da ki, digər yataq otağımız. Otaqlar var ha. 5 metrdir, 6 metrdir uzunluğu, 7 metrdir. Bax, beləsi ilə bir 6 metr, beləsi ilə bir 7 metr. Yeni qollu bir dənə evin otaqları var. Səliqəli ev istəyənlər məncə buyursunlar. Əlaqə nömrələrimiz səhifədədir. Bu arada Aysun xanım da rahat buraxmırlar. Müştərilərimiz sağ olsunlar. Gəlin, siz də məni rahat buraxmayın. Əlaqə nömrələri orada. Zəng elə, gəl belə evin olsun.